Salam, hər vaxtınız xeyir olsun. Bu gündən parel balığın təmizləməsi uşaqlara göstərəcəyik. Balıq bildiyimiz kimi göy daskada təmizlənir. Sadəcə olaraq balıq çox, uşaqların, tələbələrin sayı çox olduğuna görə daskalarımız limitli saydadır, rəngbərəngdir. Onu yəqin ki, irad tutmazlar bizə inşallah. Deməli, balığımızı bu günlərim halqa-halqa doğrayacaq, belə deyək. Başını ayırırıq. Birinci içi təmizlənib, yuyulub təmizlənmiş balıqdır və halqa-halqa belə deyək. Bu şəkildə qızardacağıq. Ehtiyatlı olun, əlinizi kəsməyin. Quyruğuna çatanda quyruq hissəsini buradan kəsib atırıq. Bir də bunların burada olan hissələrini də kəsib atırıq. Doğrayarkən bəli, müəllim düz vurğuladı. Çalışın hamısı eyni standart olsun. Biri yekə, biri qalın olmasın. Hamısı standart olsun ki, pişəndə biri çiğ vəziyyətdə olub, o birisi yanmasın. Hamısı eyni standart vəziyyətdə olsun. Nazik olur. Hə, çox nazik doğranır. Bıçaq kəsmir olar. Bu nə üçündür? Bunları qızardacağıq, bütöv şəkildə qızardacağıq.